Mən demokratik dövlət deyəndə mən onu düşünürəm ki, qanuni dövlət. Yəni konstitusiyanın Azərbaycan xalqının səs verib təsdiq elədiyi konstitusiyanın işlədiyi ölkələr mən demokratik ölkə hesab edirəm. Yəni əgər o qanunlarla mən demokratiya bunu tanıyım, yoxsa sən dur çıx orada ağzına gələni danış falan, bunlar boş şeydir. Bunlar demokratiya deyil, bu anarxiyadır və bunu bizə bu şərəfsizlər tamam başqa cür bizim həmən o işimizi tamam bizə başqa cür təqdim edə çalışırlar ki, demokratiya altında yadımızdadır. Mən bir çıxış eləmişdim, Seyran Səxavət demişdi, bizə demokratiya yaraşmır. Və mən ona müraciət eləmişdim, gəl görək bizə niyə demokratiya, indi sən 80'i keçib 79'dur, nədir, 80 olacaq, nədir? Müraciət eləmişdim ki, hörmətli Seyran Səxavət, gəl bax, görək bizə niyə demokratiya yaraşmır. Ona görə ki, sən İlham Əliyevi yataqlamışsan, qanunla çalışmaq istəyən, qanuna hörmət edən falan, yəni bu şeydə, Qafqazda ən qanunpərvər, yəni insana hörmət, qanuna hörmət edən xalq Azərbaycanlılardır, yəni bizim ölkəmiz, yəni milliyətindən dəxli.